Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Bugünkü dərsimiz kvant fizikası, işıq kvantlarıdır. Uzun müddət aparılan müşahidələrin nəticəsində müəyyən olur ki, işıq yayılarkən özü ilə enerji daşıyır. Enerjinin daşınması ya dalğa və ya da zərrəciklərin hərəkəti ilə baş verir. Deməli, ilkin olaraq işıq haqqında da təsəvvürləri Newton verir. Newtona görə işıq düz xətt boyunca yayılan zərrəciklər seridir. Və bu zərrəcikləri Newton işıq kvantları adlandırır. Deməli, ancaq bundan eyni zamanda təqribi olaraq Huygens işığın dalğa nəzəriyyəsini irəli sürür. Huygens deyir ki, işıq efir adlanan mühitdə yayılan dalğadır. Ancaq sonradan müəyyən olundu ki, yəni işığın yayılması üçün hər hansı bir efir mühitinə ehtiyac yoxdur. İşıq öz başına da yayıla bilir. Ondan sonra Maxwell işığın elektromaqnit nəzəriyyəsini irəli sürür. Maxwell deyir ki, işıq insan gözündə görmə hissi yaradan elektromaqnit dalğalarıdır və elektromaqnit dalğasının olması işığın həm zərrəcik burada, həm də eyni zamanda deməli dalğa xassəsinin olduğunu göstərəcək. Deməli, Maxwell əslində isbatından sonra ümumiyyətlə belə bir qərara gəlindi ki, işıq eyni zamanda həm zərrəcik, həm dalğadır. Buna deyirlər, işığın dualizmi deyirlər. Yəni, iki xassəni özündə bu doğurur. Sonradan De Broglie'nin apardığı təcrübələrlə müəyyən olundu ki, işıq ancaq işıq zərrəcikləri deyil, digər zərrəciklər də həm dalğa, həm zərrəcik xassəsini özündə gəzdirir. Deməli, hətta bununla əlaqəli bir aparılan təcrübələr də var. Məsələn, Thomas Young'ın apardığı iki yarıq, məsələn, deyək ki, təcrübəsi var. İnternetdə, YouTube'da buna aid məsələlər var. Türkçə yazsanız, çift yarıq dənəyi yazsanız, ona aid çox təcrübələr çıxacaq sizə. Deməli, bundan sonra Planck yeni bir fərziyə irəli sürür. Planck deyir ki, atomlar elektromaqnit enerjisini ayrı-ayrı porsiyalar, kvantlar şəklində şüalandırır və yaxud da ki, udur. Və Planck deyir ki, kvantın enerjisi şüalanmanın tezliyi ilə düz mütənasib asılıdır və yaxud da dalğa uzunluğu ilə tərs mütənasib asılıdır. Y bərabərdir H-nü və yaxud da ki, o da HC bölünsün lambda. Təbii ki, Y-nü ilə düz asılıdır, Y lambda ilə tərs asılıdır. Bu şüalanan bir kvantın enerjisidir. Əgər şüalanan kvantın sayı n-dən olarsa, təbii ki, düsturlarımıza n-ə vuracaq. Buradakı H Planck sabitidir. Qiyməti 6,63 vurulsun 10 üstü mənfi 34 joule vurulsun saniyədir. Və mütənasiblik əmsalıdır. Burada əsas vahidlərinin açılışını yazsa kiloqram metr kvadrat bölü saniyə olacaq. Planck öz fərziyyəsini irəli sürür, ancaq işıq zərrəcikləri haqqında ümumi fikirlər deyə bilmir. O fikirləri deməli 1905-ci ildə Einstein işığın kvant nəzəriyyəsinin əsasına qoyur və Einstein belə deyir. Deyir ki, işıq hər biri H-nü enerjisinə malik zərrəciklər toplulusudur. İşıq zərrəcikləri, işıq kvantları və yaxud da ki, fotonlar deyilir. Sonra Einstein deyir ki, fotonun enerjisi eyni zamanda dairəvi tezliklə də asılıdır. Y bərabərdir H xətti vurulsun omega. Buradakı H xətti yeni Planck sabiti adlanır. Deməli, Einstein müəyyən etdikdən sonra fotonun müasir təsəvvürlərə görə aşağıdakı xassələri mövcuddur. Deməli, birinci nədir? Fotonlar elektrik cəhətdən neytraldırlar. Bir-biri ilə elektrik sahəsi ilə maqnit sahəsindən qarşı təsirdə olmurlar. Sərbəst halda fotonlar deməli, davamlı zərrəciklərdir və foton hərəkət zamanı yaranır. Əslində, bununla bağlı bir fikir ayrılığı mövcuddur. İlkin təsəvvürlərə görə foton sükunətdə mövcud olur və o sükunət kütləsinə malik olur. Amma müasir təsəvvürlərə görə fotonun artıq hərəkət zamanı yarandığına görə foton hər hansı kütləyə malik deyil. Fotonun kütləsi haqqında söhbətləmirik. Hətta Einsteinin məşhur bir düsturu var. Y bərabərdir MC kvadratı. Yəni, hal-hazırda o düsturun
ətrafında müəyyən belə deyək də qarşıdurmalar var ki, yəni işıq sürəti ilə hərəkət edən əgər zərrəcik varsa, onun kütləsi mövcud ola bilməz. Yəni kütləsi olan zərrəcik işıq sürəti ilə hərəkət edə bilməz. Deməli, fotonun sürəti bütün ətalət hesablanma sistemlərində eynidir. İşığın vakuumda yayılma sürətinə bərabərdir. Növbəti elektromaqnit şüalanması vakuumdan mühitə keçdikdə fotonun tezliyi dəyişmədiyi üçün fotonun enerjisi də dəyişmir. Sonra növbəti foton impulsa malikdir. P bərabərdir Y bölünsün S-dən onun impulsu tapılır. Y əvəzinə H-nü yazsaq, H-nü bölünsün S və yaxud da Y əvəzinə HC bölü lambda yazsaq, P bərabərdir H bölünsün lambda olar. Deməli, bu uşaqlar, bax bu sonuncu düsturumuz H bölünsün lambda P bərabərdir. Bu işığın dualizmə malik olduğunu isbat edən düsturdur. Çünki nəyin impulsu ola bilər? Zərrəciyin. Nəyin dalğa uzunluğu olur? Deməli, dalğanın. Demək görür ki, işığın zərrəcik və dalğa xassəsi bu düsturda birləşirlər. Bir mühitdən digər mühitə keçdiyimiz zaman işığın sürəti və dalğa uzunluğu mühitin sındırma əmsalı qədər azalacaq. İmpulsu isə P bərabərdir H bölünsün, lambda əvəzinə lambda 0 bölən yazsaq, P NH bölünsün lambda 0 ola bilər. Deməli, impulsu isə mühitin sındırma əmsalı qədər artacaq. Biz indiyə qədər hər zaman demişdik ki, mexanikadan danışdığımız zaman deməli foton ümumiyyətlə cismin impulsu onun sürəti ilə düz mütənasib asılıdır. Deməli bu hadisə bizə nəyi isbat edir? Bu hadisə bizə onu göstərir ki, yəni atom altı zərrəciklərdə klassik mexanikanın qanunları ödənmir. Deməli, fotoeffekt hadisəsi. İşığın təsiri ilə maddədən elektronların qopması hadisəsidir. Fotoeffekt hadisəsini müşahidə etmək üçün vakuum fotoelementindən istifadə olunur. Bizim burada şəkildə çəkdiyimiz vakuum fotoelementidir. Vakuum fotoelementi deməli katod və anoddan ibarətdir. Onun yuxarı hissəsində mavi rəngdə işıq şüaları düşdüyü yerdə isə pəncərəsi var, digər hissələri isə bağlıdır. Deməli işıq şüasının təsiri ilə katoddan elektronlar qopur və dövrədəki gərginliyin hesabına anoda doğru hərəkət edir. Əgər fikir verirsinizsə, biz burada katodu cəryan mənbəyinin mənfi qütbünə qoşmuşuq, anodu isə cəryan mənbəyinin müsbət qütbünə qoşmuşuq. Deməli, mənfi tərəfə qoşduğumuza görə elektronlar itələnəcək, anoda doğru gedəcək. Və gərginliyin artması ilə cəryan şiddətində qiyməti yavaş-yavaş artır. Əgər vakuum fotoelementinin volt-amper xarakteristikasını çəksək, görərik ki, gərginliyin artması ilə cəryan şiddətinin qiyməti artır və artıq müəyyən bir qiymətdən sonra biz gərginliyin qiymətini nə qədər artırsaq da, məsələn, bura deyək U1 qiyməti artırsaq da gərginliyin qiymətini, cəryan şiddətinin qiyməti dəyişmir. Yəni, yaranır doyma cəryan şiddəti yaranır. Doyma cəryanı nədir? Katoddan 1 saniyədə qopan elektronların sayı. Deməli, qopan elektronlar işığın təsiri ilə qopduğuna görə fotoelektronlar, cəryan isə fotocəryan da deyilir. Fotoeffekt hadisəsini izah etmək və düzgün başa düşmək üçün fotoeffektin 3 qanunu bilmək lazımdır. Fotoeffektin birinci qanunu. Əgər biz katod üzərinə düşən işığın tezliyini sabit saxlayıb. Əgər intensivliyini dəyişəsi olsam, məsələn, nü bərabərdir, konstant yazıram, amma düşən işığın intensivliyini dəyişirəm. Məsələn, intensivliyi deyək ki, artıracam intensivliyi. Deməli, intensivliyi artırdığım zaman müşahidə eləyirəm ki, doyma cəryanının qiyməti artır. Doyma cəryanında bizdə YN bölünsün T olduğuna görə, onda avtomatik qopan elektronların sayı da artır. Ümumiyyətlə, düşən işığın, deməli, I2, I1-dən böyük olduğuna görə, I doyma 2, I doyma 1-dən böyükdür, N2 də böyükdür, N1-dən. Düşən işığın intensivliyi nədir ümumiyyətlə? Düşən işığın intensivliyi göndərilən fotonların sayıdır. Nə qədər çox foton göndərsək, daha çox elektron qopacaq. Belə sadə bir şəkildə başa düşmək olar da, hər bir fotona, məsələn, 1 elektron qopardırıq. O zaman nə qədər çox elektron göndərsək, daha çox elektron qopardacaq. Deməli, cəryan şiddətinin qiyməti artacaq. Buradan çıxan nəticə nədir uşaqlar? Buradan çıxan nəticə doyma cəryanı. İndi ikinci halda belə eləyirəm. Əgər intensivliyi sabit saxlayıb tezliyi artırsam, görərəm ki, doyma cəryanının qiyməti dəyişmir. Bu da onu göstərir ki, çıxan nəticə katod üzərinə düşən işığın intensivliyin
doyma cəryanı və qopan elektronların sayı düşən işığın intensivliyindən asılı olub, düşən işığın tezliyindən isə asılı deyirlər. Bu fotoeffektin bax birinci qanunudur. Gəldik fotoeffektin ikinci qanununa. Fotoeffektin ikinci qanunu. İndi mən fotoelementi dövrəyə birləşdirdiyim zaman fikir versəz, katodu yəni qoşuram cəryan mənbəyinin müsbət qütbünə, anodu isə yəni qoşuram deməli cəryan mənbəyinin mənfi qütbünə. İndi katod elektron qopardığına görə işığın təsiri elektronlar qopur, ancaq müsbət tərəfə qoşulduğuna görə elektronlar müsbət qütbdən cəzb olunaraq katodun səthinə yapışıb qalırlar. Hətta bəzi elektronlar olur ki, katodun səthini tərk edir, müsbət tərəfə qoşulduğuna görə o çıxan elektronları belə geri qaytarır. İndi çox böyük enerjisi olan elektronlar ola bilər ki, onları çıxandan sonra anoda doğru hərəkət eləsin. Deməli, elektronların hərəkətini mane olan və katodun səthində saxlayan gərginliyə deyilir saxlayıcı gərginlik və yaxud da ki, ləngidici gərginlik deyilir. İndi əgər işıq üzərinə, katod üzərinə düşən işığın deməli intensivliyini sabit saxlayıram, tezliyini dəyişirəm. Deyək ki, nü1 böyükdür, nü2 böyükdür, nü3. Eyni şəkildə o zaman müşahidə edirəm ki, U1 də böyükdür, U2 böyükdür, U3 olacaq. Deməli, buradan U saxlayıcı gərginliyi üçün YU saxlayıcı bərabərdir. MV kvadratı bölünsün 2, Y o da bərabərdir. Y kinetik maksimal. Deməli, saxlayıcı gərginlik elektronların maksimal sürətindən və elektronların maksimal kinetik enerjisindən asılıdır. Saxlayıcı gərginliyin qiyməti işığın intensivliyindən və yaxud da kinetik enerji V maksimal bunların heç birisinin qiyməti düşən işığın intensivliyindən asılı deyil. Deməli, buradan çıxan nəticə odur ki, saxlayıcı gərginlik, kinetik maksimal V maksimal düşən işığın tezliyindən asılı olub, intensivliyindən asılı deyil. Bax, bu ikisi fotoeffektin ikinci qanunudur. Yadımızda belə saxlaya bilərik. Fotoeffekt üçün üçüncü qanunu fotoeffektin. Hər bir fotoeffektin qırmızı sərhəddi mövcuddur. Qırmızı sərhəd nədir? Fotoeffekt hadisəsinin müşahidə olunma sərhəddir. Bu deməkdir. Onu aydınlaşdırmazdan qabaq birinci növbədə fotoeffekt üçün Einstein tənliyini yazaq. Einstein deyir ki, katod üzərinə düşən fotonun enerjisi elektronun metaldan çıxış işinə və elektronların kinetik enerjisinə sərf olunur. Burada, yəni Y foton bərabərdir A çıxış üstə gəlinsin Y kinetik maksimal. Deməli, buradakı yazdığımız AC, yəni elektronun metaldan çıxış işidir. Elektron metaldan çıxış işi nə fotonun tezliyindən, dalğa uzunluğundan, elektronların kinetik enerjisindən, bunların heç birindən asılı deyil, ancaq maddənin növündən və onun səthinin təmizlik dərəcəsindən asılıdır. İndi foton enerjisinin əvəzinə H-nü yazsam, kinetik maksimalın əvəzinə YU saxlayıcı yazsın. Deyək ki, əgər YU saxlayıcı, məsələn, U saxlayıcımız 0 olarsa, onda və yaxud da kinetik enerji maksimal qiyməti 0 olarsa, onda A çıxış H-nüyə bərabər olacaq. Həmən bu nü fotoeffektin müşahidə olunması üçün minimum tezlikdir və yaxud da ki, maksimum dalğa uzunluğu olur. A çıxış H-nü minimal və yaxud da HC bölünsün lambda maksimal olacaq. Deməli, nü minimaldan düz asılıdır, lambda maksimaldan tərs asılıdır. İndi yuxarıdakı ifadədə A çıxışın ifadəsini yerinə yazsam, onda ala bilərəm ki, YU saxlayıcı H-nü çıxılsın H-nü minimal. Onda U saxlayıcının nüdən asılı qrafikini çəksəm, qrafikimiz düz mütənasib asılı olacaq, amma qrafikimiz nü minimaldan etibarən başlamalıdır. Deməli, minimal fotoeffektin qırmızı sərhəddidir. Fotoeffekt hadisəsinin müşahidə olunduğu minimal tezlikdir. Onu eyni zamanda mən kinetik enerjindən yaza bilərəm. YK maksimal, H-nü minus nü minimal. Eyni şəkildə buradan da qrafikdən yazsaq, yenə də asıllığımız olacaq düz mütənasib asıllıq, amma nü minimaldan başlayan bir qrafik olmalıdır qrafikimiz. Sonra, məsələn, biz yaza bilərik bunu eyni zamanda MV kvadratı bölünsün 2, H-nü çıxılsın H-nü minimal. Onda V maksimala görə düsturu həlləyəndə qrafikimiz olacaq, kökdə asıllıq qrafik olacaq. Yenə nü minimaldan başlayan
Köhnə asıllıq qrafiki. Və yaxud da ki, YU saxlayıcı bərabərdir fotonun əvəzinə HC bölünsün lambda, A çıxışın əvəzinə HC bölünsün lambda maksimal yazıram. Onda olacaq ifadəmiz belə və U saxlayıcı lambda maksimaldan asıllığı tərs asıllıqdır. Amma lambda maksimala qədər, yəni bu nədir? Fotoeffekt hadisəsinin müşahidə olunduğu maksimum dalğa uzunluğudur. Deməli, dediklərimizi nəzərə alaraq, nü minimal üçün A çıxış bölünsün H, lambda maksimal üçün isə HC bölünsün A çıxış yaza bilərik. Deməli, nü minimal, lambda maksimal nə düşən fotonun enerjisindən, nə dalğa uzunluğundan, tezliyindən, saxlayıcı gərginlikdən, bunların heç birindən asılı deyil. Bu fotoeffektin qırmızı sərhəddi maddənin növündən asılıdır. Və bayaqlarım dediyimiz kimi A çıxışdan asılı olduğuna görə demək ki, səthin təmizliyindən də asılıdır. İndi fotoeffekt hadisəsinin müşahidə olunması üçün buradan gördüklərimizi nəzərə alaraq deyə bilərik. Əgər düşən işığın tezliyi fotoeffektin qırmızı sərhəddindən kiçikdirsə, nü kiçik, nü minimaldirsə, fotoeffekt hadisəsi baş verməyəcək. Böyükdür, bərabərdirsə, fotoeffekt hadisəsi baş verəcək. Əgər düşən fotonun enerjisi qırmızı sərhəddin dalğa uzunluğundan böyükdürsə, o zaman fotoeffekt hadisəsi baş verməyəcək. Kiçikdirsə, o zaman baş verəcək. Buna aid misallar necə düşür uşaqlar? Deməli, məsələn, deyir ki, katod üzərinə düşən, belə deyək də, dedik, fotoeffektin qırmızı sərhəddi spektrin, məsələn, narıncı hissəsinə düşür. Narıncı hissəsinə düşür. Narıncı hissəyə düşürsə, deməli, bizim nü minimalımız narıncı işıqdır. İndi bizə deyir ki, hansı rəngli şüalarla biz katodu şüalandırsaq, fotoeffekt müşahidə olunmaz. Deməli, bizə nə lazımdır? Olunmaz deyirsə, birinci sarıladığım hissədə nü kiçikdir, nü minimal olmalıdır. Yəni, tezliyi narıncıdan kiçik olan elektromagnet dalğasında şkalada rəngli, yəni şey var, şüalarımız var idi. Qarı, o qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy. O ardıcılı da var idi. Əzbərləyəndə, şeyləyəndə uşaqlar üçün demişdik ki, qarı nənənin sarı yubqasını məclisə girənlər bəyəndi. Buradan, yəni tezliyi narıncıdan kiçik olan, hansı şüadır? Qırmızı şüa. Deməli, qırmızı şüası alsaq, fotoeffekt müşahidə olunmaz. Narıncıdan o tərəfə nə varsa, yəni sarı, yaşıl, mavi, göy bənövşəyi, bunların hamısında müşahidə olunar. Gəldik növbəti fotoeffektin növləri. Deməli, fotoeffektin növləri xarici fotoeffektdir. Deməli, burada biz işığı saldığımız zaman elektronlar, deməli, katodun səthindən qopur və xaricə çıxır. Bundan ötürü fotonların, düşən fotonun enerjisi elektronun metaldan çıxış işindən böyük olmalıdır da. İkinci, daxili fotoeffekt. Elektronlar metaldan sərbəstləşir, amma daxilində qalır. Bu halda da, məsələn, fotonun enerjisi çıxış işinə bərabər ola bilər. Nüvə fotoeffekti. Nüvə fotoeffekti daha çox nüvə reaksiyalarında istifadə olunur. Nukleonları, proton və neytronları bir-birindən ayırmaq üçün istifadə olunur. Və növbəti ventil fotoeffekti yarım keçiricilərdə müşahidə olunur. Deməli, məsələn, yarım keçirici fotorezistorun iş prinsipi ventil fotoeffektinə əsaslanır. İndi uşaqlar, rentgen borusunun gücü. Deməli, rentgen borusunun gücünü və faydalı şəmsalını tapmazdan qabaq biz şüalanmanın gücünü bilməliyik. Şüalanmanın gücünü biz necə tapırıq? P bərabərdir, Y bölünsün T. Y burada düşən işıq şüasının enerjisidir. Bir foton enerjisini mən H-nü bilirəm. N dəyərində bayaqlarım dərs başlayana dedik ki, nə olacaq? NH-nü bölünsün T olacaq. Onda eyni zamanda enerjinin əvəzinə HC bölünsün lambda yaza bilərəm. Deməli, HC bölünsün lambdanı da yazsa olacaq NHC bölünsün lambda T olacaq. Rentgen borusunun gücü isə I vurulsun U şəklində yaza bilərik. Onda faydalı şəmsalın düsturundan A faydalı böl A tam yazmışıq. Həmişə elə olur. Buradakı faydalının yerinə P vurulsun T yazarsan, tamın yerinə də P rentgen vurulsun T yazarsan və yaxud da P bölünsün P rentgen olacaq. Demək onda olacaq NH-nü bölünsün IUT və yaxud da NHC IU lambda T yaza bilərik. Bir də yəni demin belə deyək, yəni TQDK olduğu dövrlərdən, onun kitablarında faydalı şəmsal üçün belə bir düstur da var.
eta bərabərdir. Deməli, n fotonların sayının elektronların sayına olan nisbətinin faizlərli ifadəsi. Deməli, uşaqlar, fotonlar bəzən elə ola bilər ki, məsələn, bir foton düşəndə 2 elektron ayrıla bilər. Çünki fotonun enerjisi bəzən çox ola bilər ki, yəni o da bir yox, bir neçə elektronun qopmasına səbəb ola bilər. Sağ olun və təşəkkür edirəm.